2010-cu ildə pensiya qanunvericiliyinə edilən dəyişikliklər əsasında 2017-ci ildən etibarən yeni qaydalar qüvvəyə mindi. Bu qaydalara əsasən kişilərin pensiya yaşı hər il 6 ay artırılmaqla 6-dan 6 yaşa, qadınların pensiya yaşı isə eyni qaydada 6-dan 6 yaşa qaldırıldı. Bu yanaşma Qərbi Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq tətbiq olundu. Həqiqətən də bir çox Avropa ölkələrində pensiya yaşı 65-dir. Bu fikirləri iqtisadçı Xalid Kərimli qısa xəbər az açıqlamasında səsləndirib. Lakin burada nəzərdən qaçırılan vacib bir məqam var idi. İnkişaf etmiş ölkələrdə orta gözlənilən ömür müddəti Azərbaycandakından təxminən 7-8 il daha uzundur. Məsələn, Azərbaycanda bu göstərici orta hesabla 7 yaş civarındadırsa, Avropa ölkələrində 8-8 yaş arasındadır. Bu fərq əsasən tibb xidmətlərinin səviyyəsi, qidalanma keyfiyyəti, ətraf mühitin sağlamlığı və ümumi həyat şəraitinin üstünlüyü ilə izah olunur. Azərbaycanda da gözlənilən ömür müddətinin artacağı proqnozlaşdırılır. Təxminən 2035-ci illərdə bu göstəricinin 78 yaşa çatması gözlənilir. Lakin pensiya yaşının artırılması bu gözlənilən ömür artımı baş vermədən həyata keçirildi. Bu səbəbdən hesab edirəm ki, qanun tələsi qəbul olunub və daha sağlam əsaslarla planlaşdırıla bilərdi. Hazırda qanun qüvvədədir və icra edilməlidir. Lakin vətəndaşların hüquqları ilə bağlı narahatlıq doğuran məqamlar da mövcuddur. Pensiya sistemində əsas yanaşma toplanmış pensiya kapitalının 144-ə bölünməsi ilə aylıq pensiyanın hesablanmasıdır. 12 il, 12 ay, yəni pensiya yaşı 65, orta gözlənilən ömür isə 75-76 yaş olarsa, bu vətəndaşların həm pensiya müddətinə, həm də aylıq məbləğ və mənfi təsir göstərir. İqtisadçı qeyd edib ki, əgər pensiya yaşının azaldılması məsələsi artıq gündəlikdən çıxarılıbsa və hökumət bu siyasətdə israrlıdırsa, o zaman pensiya hesablanmasında vətəndaşların maraqları daha çox nəzərə alınmalıdır. Qadın və kişilər üçün pensiya yaşının eyniləşdirilməsi isə beynəlxalq praktikaya uyğundur. Üstəlik, qadınların orta ömür müddətinin kişilərdən təxminən 2 il uzun olduğunu nəzərə alsaq, bu qərar ədalətli sayıla bilər. Lakin hər iki cins üçün pensiya yaşının artırılması, xüsusilə də indiki sosial-iqtisadi şəraitdə həm pensiya təminatının müddətinə, həm də pensiyanın məbləğinə mənfi təsir göstərir. Bundan əlavə, fiziki cəhətdən ağır işlərlə məşğul olan şəxslər üçün Nazirlər Kabinetinin qərarına əsasən pensiyaya daha tez çıxmaq imkanı mövcuddur. Belə şəxslər üçün pensiya yaşı 5 il azaldılır. Bu da onların əmək fəaliyyətinin xüsusiyyətlərinə uyğun ədalətli yanaşmadır. Kərimli sonda əlavə edib ki, pensiya yaşının artırılması ölkədə pensiya alanların sayının azalmasına gətirib çıxarır.